Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordumda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Salam Azərbaycan. Salam hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları. Xoş gördük sizləri və bizim 10 intellektualımız. Xoş gördük sizləri. Və təbii salam Azərbaycan gəncliyi. Xoş gördük sizləri. Sizlər mən Azərbaycanlıyam.az saytına daxil olub bu oyunun iştirakçısı olmuşsunuz və bilik savaşına gəlmişsiniz. Azərbaycanı necə tanıyırsınız, necə tanıtmaq istəyirsiniz deyə intellekt savaşına qatılmışsınız və bu gözəl məkan üçün, bu gözəl intellekt qalası üçün təbii biz Gənclər və İdman Nazirliyinə xüsusi minnətdarlığımızı bildiririk ki, gənclərimiz üçün belə gözəl, möhtəşəm bir proyekti həyata keçirib, təşəbbüsçüsü olub və daim bu proyektin yanındadır. Onlar daim bizim Azərbaycan gənclərinin həm intellektual səviyyəsinin, həm fiziki inkişafının qayğısına qalırlar. Və təbii biz Gənclər və İdman Nazirliyindən sonra həmçinin Təhsil Nazirliyimizə çox sağ olun deyirik ki, onlar da daim bu verişin izləyirlər, maraqlanırlar. Sizlər onların yetirmələrisiniz ki, Azərbaycan da sizlərlə qürur duyur, belə gənclik olduğu ilə fəxr eləyir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə çox sağ olun deyirik. Onlar da daim dəstəkləyirlər, daim maraqlanırlar, izləyirlər. Və təbii biz Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə xalq arasında sevərəkdən az sevə deyirlər. Azərbaycan televiziyasına çox sağ olun deyirik ki, sizlərin bu intellekt işığınızı böyük peşəkarlıqla çox milyonlu tamaşaçılarına çatdırır və dünyaya yayır. Oyunumuzun şərtləri yəqin ki, sizə aydındır, bilirsiniz, baxmışsınız, izləmişsiniz. Oyunumuz 3 mərhələdən ibarətdir. Birincisi seçim turudur. İkinci mərhələdə artıq siz 9 suala cavab verməlisiniz. 5 mövzuda 3 sualdan 1 mövzuları dəyişmək şərti ilə və 2 köməyinizdən istifadə etmək şərti ilə 9 suala cavab verəcəksiniz və 3-cü mərhələ isə finaldır. Finala ola bilər 1 nəfər çıxsın, ola bilər 2 nəfər, 3 nəfər çıxsın.
Bu oyununuzun sürətindən və intellektin işığından asılı olacaq. İndi sizləri çox beyninizi yükləməmək üçün sadəcə birinci mərhələni bir də izah edirəm. Birinci mərhələdə mən Azərbaycanın dilbər güşələrinə aid, rayonlarımıza, bölgələrimizə aid bir sual verirəm. Sonra vaxt getdi deyirəm, bu hələ son işarə deyil. Sonra studiyada bir zil səsi olacaq. Bax, bu səs qurtarandan sonra, son qurtaran anda qarşınızdakı düyməni basırsınız və hansı oyuncunun qarşısında fənər işıqlandısa, o oyuncu artıq suala cavab vermək hüququ qazanır və düzgün cavab verəcəyi halda o ikinci mərhələdir. Bura kimi hər şey aydındırsa, aydındır hər şey? Aydındır. Əgər aydındırsa, onda mən sizi çox gözlətmədən Azərbaycan televiziyasının tamaşaçılarına təqdim edirəm. Tanışdıq. Həmən həmçinin burada iştirak edən Bakı Dövlət Universitetini salamlayıram. İqtisad Universitetinin çox parlaq oyuncuları burada da salamlayır onları. Pedaqoji Universitet, alqışlayaq. Azərbaycan Əmlak və Sosial Münasibətlər Akademiyası, Anadolu Litseyindən bir oyuncumuz var, salamlayırıq. Və hətta bizim üçün bu indi adını çəkəcəyimiz bölgəmizdən maraqlı oyuncular gəliblər, iştirak ediblər. Orta məktəb şagirdləri də həm oradan, həm digər bölgələrimizdən qaliblər olublar. Bugün də bizim oyunumuza ta Kürdəmirdən bura oyuncu gəlib. Kürdəmir bir sayılı orta məktəbindən və hər birinizi salamlayırıq, müəllimlərinizə buradan salam göndəririk. Bütün universitet rəhbərliklərinə, müəllimlərinizə və təbii orta məktəb müəllimlərinə salam göndəririk və əlbəttə siz yəqin ki, elə oynayacaqsınız ki, onlar bir də sizlərlə qürur duyacaqlar. İndi isə sizlər birazdan iri planda Azərbaycan televiziyasının ekranında görünəcəksiniz. Diqqət! Orxan Hüseynli, İsmail Muradov, Aytən Məmmədova, Eşkin İbrahimov. Eşkin İbrahimov, Kürdəmirdən gələn oyuncumuz məhz Eşkindir. Uğurlar arzuyur hər birinizi təbii Eşkinədir. Orxan Mahmudov, Cavid Nuruzadə, Akşin Nəsirov, Nailə Hüseynova, Bəhman Hüseynli və Vüsal Qaragözlü. Hər birinizə uğurlar arzuyuruq. Sizlərlə ilk seçim turuna başlayırıq. İlk seçim turunun ilk sualı. Zəngəzur silsiləsinin ətəyində yerləşən bu şəhər Naxçıvandan 88 kilometr cənub-şərqdə yerləşir. Burada həmçinin məşhur kimyaçı Yusif Məmmədəliyevin ev muzeyi yerləşir. Bu şəhərimiz hansı şəhərdir? Vaxt getdi. Vaxt getdi və İsmail Muradov mikrofonu zəhmət olmasa verin İsmaila. Mənim fikrimcə bu Ordubad şəhəri. İsmail'in fikrincə bu Ordubad şəhəridir və alqışlayırıq Ordubad. İsmail Muradov ilk seçim turunun ilk qalibi. İsmail, ilk seçim turunun ilk qalibi kimi təbrik edirik və arzu edirik. Finala gəlib çıxasan. Yolumuzsa Ordubaddandır. Baxaq görək Ordubadda nə kimi gözəlliklər yaradılıb. Əzizim Ordubada, yol gedir Ordubada. Sərkərdə iyi də olsa, heç verməz Ordubada. Belə, yolumuz Ordubaddandır. Ordubadla kiçik tanışdığımız baş tutdu. Tamaşaçılar səni daha yaxından tanısınlar. Buyur. Mən İsmail Muradov, Leriş rayonu Lərmərud kəndində olmuşam. Leriş rayonun hansı kəndində? Lərmərud kəndində olmuşam.
ondan sonra həmin məktəbi qutarıb, deməli kənd orta məktəbi qutarıb, Azərbaycan Dövlət İqtisad Universitetini hal-hazırda oxuyuram və fakültəm İnformatika və İdarəetmə Fakültəsi İxtisas Dövlət və Bələdiyyə İdarəetməsidir. Boş vaxtımda futbolla daha çox maraqlanıram, bir də şahmatla və kitab oxumaqla təbii ki maraqlanıram. Və oyunumuzun bu mərhələsində deməli 5 mövzumuz var. Dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət, bir də ümumi mövzu. Ümumi mövzuda hər sahədən sual ola bilər. Bu 5 mövzudan birini seçəcəksən və 3 sualdan bir mövzunu mütləq dəyişməliyik. Bu əsas şərtdir, sizlər də bunu yadda saxlayırsınız. Əsas şərtdir və 2 köməyin olacaq. Beləliklə mövzu seçimi. Buyur. Birinci mövzu tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz İsmail'la oyunumuzu başlayırıq. Hansı şəhərdə və neçənci ildə baş vermiş zəlzələ 80 min insanın həlak olmasına və şəhərin dağılmasına səbəb olmuşdur? Vaxt getdi. Mənim fikrimcə bu Şamax şəhəri. Şamax şəhəri və neçənci illər təxminən? 1667-ci il. O qədər fikirləşdi, elə bildim, heç ümumiyyətlə yaxın gəlməyəcək. Amma düz, dəqiq, %100 düzgün cavabdır. 1667-ci il, yəni 17-ci əsr, ən az onu yadda saxlayın, Şamaxı böyük faciəli zəlzələ olub, 80 min insan həyatını itirib və şəhər demək olar ki, indiyə kimi də o el arasında birinin şipsonu deyir, batdı, Şamaxı batan kimi. Yəni, o məsələ yəqin ki, oradan yaranıb. Təbii Şamaxı bu günləri Azərbaycanın ən gözəl şəhərlərindən, ən gözəl ərazisindən biridir. Çox abad və böyük dahilər vətəni. Belə, 17-ci əsrdə hansı pul vahidi yalnız misdən ibarət idi? Sual aydındır? Vaxt getdi. 17-ci əsr. Bu pul vahidi yalnız misdən ibarət idi. Mənim fikrimcə bu Qazıbəyi. Qazıbəyi, doğrudur. Çox yaxşıdır İsmail, çox yaxşıdır. Diqqət, 1549-cu ildə baş vermiş bu döyüşdə Qızılbaşlar Abdullah xanın başçılığı ilə Şirvandakı üsyançıları məğlub etdilər. Bu, hansı döyüş idi? Vaxt getdi. Vaxt getməsin. Vaxt getməsin. Əli Şaban döyüşü. Əli Şaban döyüşü. Alqışlar. İsmail, tarix və etnografiyadan böyük uğurla və inamla keçdin. Mövzunu dəyişməliyik. Buyur. Coğrafiya mövzusu. Coğrafiya mövzusu ilə biz İsmail'la oyunumuzu məmnuniyyətlə davam etdiririk. Sement istehsalının inkişaf etdiyi inzibati rayon hansıdır? Vaxt getdi. Abşeron. Abşeron tamamilə doğrudur. Belə İsmail, növbəti sualımız. Hirkan dövlət qoruğu hansı torpaq tipi üzərində yerləşir? Vaxt getdi. Vaxt getməsin. Vaxt getməsin. Bəli, sarı torpaq. Sarı torpaq. O hər şeyi bilir. Hər şeyi bilir. Çox gözəl. Çox gözəl və Azərbaycandakı düzənliklərdə hansı landşaft geniş yayılıb?
Yarım səhra və quru çöl landşaft. Yarım səhra və quru çöl. Alqışlar. Fəxr edirəm. Afərin. Coğrafiya mövzusunu yekunlaşdırmışıq. Mövzu seçimi buyur. İndi ümumi mövzu. Ümumi mövzu ilə biz İsmail'la oyunumuzu məmnuniyyətlə davam etdiririk. Yeraltı suları toplamaq və yer səthinə çıxarmaq üçün istifadə olunan yeraltı qurğu necə adlanır? Vaxt getdi. Mənim fikrimdə bu kəhricdir. O yalandan fikirləşir, o hər şeyi bilir. Alqışlar! Ümumi mövzuda növbəti sualımız Azərbaycandakı ilk rəngli bədii film. Rəngli bədii film. Hansı filmdir? Vaxt getdi. Olmasın bu olsun. Olmasın bu olsun. Bəli. Təsdiq edirik. Bəli. Və onun iki köməyi yenə ehtiyatda qaldı. Tamamilə doğrudur. Bəli, yadda saxlayın. O olmasın bu olsun filmi Azərbaycanın ilk rəngli filmi sayılır. Belə, neft daşları Bakının hansı rayonunun ərazisindədir? Yəni, neft daşları bilirsən də dənizdə belə bir möcüzə şəhər var. Vaxt getdi. Xəzər rayonu. Xəzər rayonu deyirsiniz. Aha, yəni Xəzər rayonunun əvvəl adı başqa idi, indi dəyişib Xəzər rayonu olub və deyirsiniz ki, neft daşları məhz Xəzər rayonuna aiddir. Deyirsiniz, iki köməyin ehtiyatda qalıb və bunlar finalda sənə lazım olmayacaq. Qoy qalsın. Sən artıq finaldasan. Alqışlar. Daha sürəkli alqışlar və belə uğurlu bir oyun arzulayıram. Finalda da daha böyük uğur arzulayıram. Afərin. Çox gözəl. Sürəkli alqışlarla İsmail'i yola salırıq. Və sizin hər birinizə belə parlaq oyun nümayiş elətdirməyi arzulayırıq. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. ...1930-cu ildə təşkil edilən Gəncə Qazax İqtisadi Rayonu ərazisində Azərbaycanın şimal-qərbində yerləşən rayonumuz hansıdır? Vaxt getdi. Eşqin İbrahimov. Bu Qazaxdır. Bəli, bu Qazaxdır. Və biz Eşqini dəvət eləyirik. Eşqin İbrahimov. Eşqin, yolumuz Qazaxdandır. Çox möhtəşəm abidələr, möhtəşəm dahilərin abidələri və möhtəşəm dahilərin vətəni. Baxaq. Eşqin, indi bütün Azərbaycan səni görür, səni tanımaq istəyir. Yəqin ki, evdə də müəllimlərin də həyəcanla səni izləyirlər. Buyur, özün haqqında daha ətraflı məlumat ver.
Mən Eşqin İbrahimov 1994-cü ildə Kürdəmir şəhərində anadan olmuşam. Kürdəmir şəhəri Tofiq İsmailov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. 2-ci qrupa hazırlaşıram. Və şərtlərimiz aydındır Eşqin. Bəli. 5 mövzumuz var, 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişməliyik və 2 köməyin olacaq. Bəli. Buyur, mövzu seçimi. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Eşqinlə oyunumuza başlayırıq. Yönlük hala qoşulan kimi, dəq, can, cən qoşmaları hansı mənanı bildirir? Vaxt saxlayaq. Vaxt saxlayaq. Bu verilən qədər kimi daşcan əgər yəlik halı qoşulursa, bu zaman oxşatma bildirir. Sənin qədər, sənindir. Yönlük halı qoşulduqda isə məsafə. Evə qədər, evə kimi, məsafə. Bəli, burada məsafə bildirir. Halda alqışlar. Diqqət, növbəti sualımız. Qeyri-hökumət təşkilatı söz birləşməsi neçənci növ təyini söz birləşməsi hesab olunur? Vaxt getməsin. Vaxt getməsin. Bu, yəni, sözün üzrə belə şeylər yazılmır. Mən Bakı şəhəri, Bakının şəhəridir. Belə şey yazıla bilməz. Qeyri-hökumət təşkilatı, qeyri-hökumətin təşkilatı, hər hansı bir hökumətin. Bu da ikinci növ təyini söz birləşməsidir. İkinci növ təyini söz birləşməsidir. Alqışlar! Dil və ədəbiyyat mövzusunda üçüncü, sonuncu sualımız. Əruz vəzni ilə yanaşı heca vəznini divan ədəbiyyatına kim gətirib? Vaxt getdi. Gülistan bağ bustanım, nə dersən? Sənə olsun fəda canım, nə dersən? Xətay ola bilər. Ola bilər. Şah İsmail Xətay deyək. Dayanırıq mı? Bəli, dayanıq. Dayandıq, təsdiqlədik. Şah İsmail Xətai. Bəli. Əruz vəzni ilə Heca vəzni. Əruz vəzni ilə yanaşı heca vəzni divan ədəbiyyatına məhz Şah İsmail Xətai gətirib. Beləliklə, Eşqin dil ədəbiyyat mövzusunu yekunlaşdırdıq. Mövzu seçim buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Eşqinlə oyunumuzu davam etdiririk. Hüseyin bəy Məhəmməd hansı xanlığın ilk xanı olub? Vaxt getdi. Bakı xanlığı. Bakı xanı. Bəli, Bakı xanı. Tamamilə doğrudur. Diqqət. 18-ci əsrdə Səfəvilərin işğal olunmuş ərazilərində vilayətləri kim idarə edirdi? Sual aydındır? Bəli. Vaxt getdi. Köməyim var. Götürək bilin. Və kim kömək edə bilər? Özünüzü təqdim edin, mən tanıyıram. Mən Həsən Əldəniz, Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci kurs tələbəsi. Məncə bu Qorsubaşıdır. Qorsubaşı. Belə variantlar səsləndirdi. Beləliklə, Vaxtı versin. mən görürəm içərin doludur, intellektualsan. Doğrudan ətraflı bayaqdan elə maraqlı cavablar verirsən. Eyb yoxdur. Düzgün cavab isə sər əskər. Sər əskər. Ümumiyyətlə məlumatsızdır. Sər əskər. Bilirsən. Eyb yoxdur. Bu dəfə alınmadı. Amma mən doğrudan, gerçəkdən tam səmimi deyirəm. Səndən fəxr eləyirəm. Sənin biliyinlə fəxr eləyirəm. Afərin sənə. Yəni o əvvəlki 3-4 sualda o qədər parlaq, ətraflı cavablar verdin. Fəxr elədim ki, bəs belə hazırlıqlı gənclərimiz var. Gürültülü alqışlarla yola salırıq Eşqinə. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Belə bir sual. Mişar çayın sahilində, dağ ətəyində yerləşən bu şəhər, 2
eyni adlı rayonun mərkəzidir. Əhalisinin əksəriyyəti kartofçuluq, taxılçılıq və heyvandarlıqla məşğul olan bu şəhərimiz hansıdır? Vaxt getdi. Nailə Hüseynova deyəsən düzgün cavab bilir. Mənim fikrimcə bu Gədəbəy rayonu. Bu Gədəbəydir, tamamilə doğrudur. Və biz Nailə Hüseynovanı dəvət edirik. Bilik yarışına, intellekt savaşına. Nailə Hüseynova, bilik yarışında. Nailə xanım, təbrik edirəm və uğurlar arzulayıram. Yolumuz Gədəbəydəndir. Baxaq. Gədəbəyə kiçik qiyabi səyahətimiz baş tutdu. İndi tamaşaçılarımız səni yaxından tanısınlar. Buyur. Mən Nailə Hüseynova 1994-cü ildə Qazax rayonunun Kinişıxlı kəndində anadan olmuşam və həmin kənd orta məktəbində 2011-ci ildə məzun olmuşam və nəhayət bu il Bakı Dövlət Universitetinin tələbəsi adını qazanmışam. Hansı fakültə? Sosial elmlər və psixologiya fakültəsi. Əla. İxtisas politologiya və rəssamlıq, şeir yazmaq kimi sahələrə həvəsim böyükdür. Əlbəttə, Qazaxdan olsan şeir yazmağa həvəsin olmuyor. Bəli. Özün şeir yazırsan, hə? Aha. Amma yadımda qalmır. Ən sevdiyim bir bənd yadında qalmayıb heç. Yox, yadımda qalmır. Yadında qalıb, sadəcə demək istəmir. Və boş vaxtlarımda bədii ədəbiyyat oxuyuram mən çox. Məsələn, rəsm çəkəndə əsasən hansı mövzuları xoşlayırsan? Əsasən insanın daxili dünyasını açmağa səy göstərir. Psixoloji, fəlsəfi. Bəli. Aydındır. Belə, Nailə xanım, oyunumuzun bu mərhələsində şərtlər yəqin aydındır. 5 mövzumuz var, 9 suala cavab verəcəksiniz, 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz var. Mövzu seçimi? Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Nailə xanımla oyunumuzu başlayırıq. Nəqli cümlələr feilin hansı şəkli ilə ifadə oluna bilmir? Vaxt getdi. Nəqli cümlələr feilin hansı şəkli ilə ifadə oluna bilmir? Mənim fikrimcə bu əmr şəklidir. Əmr şəkli. Alqışlar düzdür. Əmr şəkli. Növbəti sualımız ilti, 4 şəkilçi, ilda şəkilçiləri vasitəsilə düzələn isim və feillər necə adlanır? Mənim fikrimcə bunlar təqlidi sözlər, yəni yamsılamalar. Aha, yamsılamalar. Tamamilə doğrudur. Beləliklə, dil və ədəbiyyat mövzusunda 3-cü, sonuncu sualımız. Onun bostan oğrusu, xarici naxoşluq, anket, anketov və başqa satirik, yumoristik hekayələri, Dirilən Adam, Yolumuz Hayanadır adlı romanları var. Söhbət hansı ədibimizdən gedir? Vaxt getməsin. Mənim fikrimcə bu Mir Cəlal Paşayevdir. Mir Cəlal Paşayev, tamamilə doğrudur. Bəli, bu gözəl romanları var və xüsusilə də bizim gənclik illərimizdə ən çox sevilən oxunanlardan biri də Bir Gəncin Manifesti idi. Yəni onu hər kəs baharın taleyini xüsusilə həyəcanla oxuyurduq. Bəli. Biz mövzunu dəyişməliyik. Buyur Nailə xanım. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Nailə xanımla oyunumuzu davam etdiririk. 1724-cü ildə işğal olunmuş Xəzəryanı bölgələrə ermənilərin yerləşdirilməsi haqqında
kim əmr verib? Mənim fikrimcə bu birinci Rus çarı 1-ci Pyotrdur. Vaxt getməsin. Birinci Bəli. Pyotr, bəli, tamamilə doğrudur. Tarix və etnografiya mövzusunda növbəti sualımız. Səfəvilərdə şahdan sonra feodallar içərisində birinci yeri kimlər tuturdular? Vaxt getdi. İki köməyim var. Aha, istifadə elə köməkdən. Buyur, kim kömək edə bilər? Buyur, ses Kim var, dəqiq 3 bilirsək. nəfər. Hər birinə inana bilərsiniz. Ha, Sülhəddin? Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası 1-ci kurs. Mənim fikrimcə bu qızılbaş əyanları. Qızılbaş əyanları deyir. Bax, belə bir variant Nailə xanım səsləndirdi. Sülhəddin, bunu qəbul etmək, ya etməmək sizin ixtiyarınızdadır. Qəbul edirik və alqışlar hər ikinizə. Qızılbaş əyanları. Bəli, tamamilə doğrudur. Yadda saxlayırsınız. Səfəvilərdə şahdan sonra feodallar içərisində birinci yeri Qızılbaş əyanları tuturdu. Tarix və etnografiya mövzusunda sonuncu sualımız. Hacı Davud Şirvanda üsyan qaldırarkən onun müttəfiqi kim idi? Vaxt getdi. Kömək götürək. Kömək götürürük. Buyurun. Buyur, 5 nəfər var. Buyurun. Kərimov Ramil, Azərbaycan Dövlət Neft Akademiyası 1-ci kurs. Məncə bu Qazqumuqlu Surxay xandır. Aha, bax belə bir Qazıqumuqlu Surxay deyir. Qəbul edirik. Qəbul edirik və hər ikinizə yenə də alqışlar. Alqışlar. Sağ olun. Belə Nailə xanım. Yaxşıdır. Mövzunu dəyişməliyik. Ümumi mövzu. Ümumi mövzu ilə biz Nailə xanımla oyunumuzu davam etdiririk. Şamaxı Astrofizika Rəsədxanası hansı dövlət qoruğunun ərazisində yerləşir? Vaxt getdi. Mənim fikrimcə bu Pirqulu dövlət qoruğudur. Pirqulu dövlət qoruğu. Doğrudur, tamamilə doğrudur. Belə növbəti sualımız ümumi mövzuda. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı kimin adını daşıyır? Vaxt getdi. Fikrət Əmirov. Fikrət Əmirov, bu sualdır yoxsa cavabdır? Cavabdır. Cavabdır. Bəli. Təsdiq elədik. Fikrət Fikrət Əmirov. Tamamilə doğrudur, bəli. Düzdür Nailə xanım. Nailə xanım, biz artıq finalın bir addımlığındayıq. Ümumi mövzuda sonuncu sualımız. Konstitusiyamıza görə bayrağın ölçüsü hansı nisbətdədir? Mənim fikrimcə bu 2-nin 1-ə nisbətindədir. 2-nin 1-ə nisbəti dedi və bayrağımızı gözəl tanıyır deməli, hətta ölçüsündə dəqiqliklə dedi və bunu hər birimiz bilməliyik. Nailə xanım finaldadır. Təbrik edirəm. Nailə xanım təbrik edir. Finalda daha inamlı, daha səlis, daha cəsarətli oyun nümayiş elətdirməyizi arzuluyuruq. Alqışlarla Nailə xanım yola salırıq. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Bu rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdadır. Rayon ərazisindən Balqar çay, Mişar çay, İncə çay və Göytəpə çay
və başqa müvəqqəti axarlı çaylar keçir. Azərbaycanda ən böyük üzümçülük bölgəsidir. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tutur. Bu hansı rayonumuzdur? Vaxt getdi. Akşin Nəsirov. Cəlilabad rayonu. Cəlilabad rayonu deyirsiniz və alqışlayırıq. Tamamilə doğrudur. Və biz Akşin'i dəvət edirik. Akşin Nəsirov. Bilik yarışında, intellekt savaşında. Belə, Akşin, yolumuz Cəlilabaddandır. Baxaq, Cəlilabada. Belə, Akşin. Buyur, indi tamaşaçılar sənin haqqında biraz ətraflı məlumat alsın. Mən Akşin Nəsirov 1992-ci ildə Qəbələ rayon Yenikənd kəndində anadan olmuşam. Bu kənd orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşam. Qəbələ çox gözəlləşir. Artıq Avropanın ən məşhur şəhərləri ilə, dağ şəhərləri ilə təbii müqayisə oluna bilər və mübarizə apara bilər. Belə, Akşin şərtlərimiz aydındır. 5 mövzumuz var. 9 suala cavab verməlisən, 3 sualdan bir mövzunu dəyişirik və 2 köməyin olacaq. Köməyi də istədiyin vaxt götürə bilərsən. Beləliklə, dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət, bir də ümumi mövzu. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Akşinlə oyunumuzu başlayırıq. Belə bir sual. Sonuncu Səlcuq hökmdarı kim olub? Mənim fikrimcə bu 1118-1157-ci illərdə hakimiyyət olan Sultan Səncər. Vaxt getməsin deyirsiniz. Xeyr. Alqışlar, düzdür. Sultan Səncər obrazına ümumiyyətlə rast gəldiyin bədii əsər var? Sultan Səncər və Qarı, Nizami Gəncəvi. Böyük dahi Nizami Gəncəvi, bəli. 14-18-ci əsrlərdə xüsusi mühafizə döyüşçüsü necə adlanırdı? Xüsusi mühafizə döyüşçüsü. Vaxt getdi. İki köməyin var. Darıxmırsan. Əgər köməkdən istifadə elə. Köməkdən istifadə edir. Kim kömək eləyər? Seç, buyur. Kərimov Ramil, Azərbaycan Dövlət Neft Akademiyası 1-ci kurs. Məncə bu qorçudur. Qorçu. Bax, Ramin belə bir cavab səsləndirdi. Qorçu deyir. Bunu qəbul etmək, yetməmək sənin ixtiyarındadır. Buyur. Qəbul edirik? Qəbul edirəm. Qəbul edirik. Və alqışlar tamamilə doğrudur. Qorçu. Yadda saxlayın. Qorçu. Diqqət. Səfəvilərdə gəliri saray qulluqçularına xərclənən torpaq mülkiyyəti forması necə adlanırdı? Sual aydındır? Hə. Vaxt getdi. Köməkdən istifadə elə. Köməkdən istifadə edir. Kim kömək eləyər? Buyur siz. Əla Soy Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası 1-ci kurs. Mənim fikrimcə bu divan... Belə bir variant. Qəbul edirik və Sülhəddin alqışlar, əyləş Sülhəddin. Və təbii, yəni bu torpaq mülkiyyətindən gələn gəlirlər sarayda divan deyilən qurum vardı, ona xərclənir, ona görə divan deyirdilər. Belə, tarix və etnografiya mövzusunu yekunlaşdırdıq. Mövzu seçimi, buyur Akşin. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Akşinlə oyunumuzu davam etdiririk. Qaratelin gözləri dolub boşaldı,
Yastıqların ütülənmiş üzünü xal-xal etdi. Cümləsi nə üçün sadə cümlə hesab olunur? Çünki bunun hər ikisinin xəbəri boşaldı, xal etdi, Qaratelin gözlərinə aid olduğu üçün. Yəni bir mübtəda, iki xəbər məsələsi. Bir qrammatik əsası olduğu üçün. Doğrudur. Alqışlar. Növbəti sualımız. Başçı, başım, başlıq, başlanğıc, başla sözlərindən hansı digərləri ilə eyni köklü hesab olunmur? Sual aydındır? Vaxt getdi. Başçı, başım, başlıq, başlanğıc, başla. Yəni eyni köklü hesab olunmur. Hansı söz digərləri ilə eyni köklü hesab olunur? Məncə burada başımdakı mənsubiyyət çəkicisi olduğu üçün onu cavab götürürüm. Alqışlar tamamilə doğrudur. Çox yaxşı Dakşin. Növbəti sual. Diqqət. Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm. Çox görmüşəm hasar üstə ölənləri də. Mən torpağı bölünməyə öyrəncəliyəm. Heç qazanan görməmişəm bölənləri də. Qonşu çəpəri şeirindən olan bu bənd kimə məxsusdur? Vaxt getdi. Məmməd Araz. Məmməd Araz. Tamamilə doğrudur. Məmməd Araz. Bəli. Hələ bu dünyanın qeyli-qalı çox. Bilməm zəhəri çox, bilməm balı çox. Çox verdim özümə bu sualı çox. Ərzin nadanından axsaqqalı çox. Dünya düzəlmir ki, düzəlmir baba. Məmməd Araz çox böyük dahiyanə şeirləri var. Və biz artıq mövzunu dəyişməliyik. Buyur. Coğrafiya. Coğrafiya mövzusuyla biz Akşinlə oyunumuzu davam etdiririk. Naxçıvan və Lənkəran vilayətlərinin müvafiq olaraq, yəni birinci Naxçıvan, ikinci Lənkəran, müvafiq olaraq ən yüksək zirvələri hansılardır? Vaxt getdi. Yəni coğrafiyada konkret terminlər lazım olacaq. Son variant yoxdur. Bir variant, cavab variantın yoxdur. Nə olar? Bu da bir variantdır. Amma təəssüf deməliyəm. Qapıcıq və kömürgöy. Kömürgöy. Yadda saxlayacaqsın, amma maraqlı oynadın, çox mərhələlərin çox maraqlı keçdin, hiss olunur, bilirsən, intellektualsan, amma bu dəfə həyəcandan olur. Alqışlarla yola salırıq, Akşini də. Yorulmuşsuz, gərgin oyun gedib təbii, amma indi sizlərə dəstək olmaq üçün çox sevdiyimiz, gənclərin xüsusilə çox sevdiyi gözəl bir müğənnimiz, Respublikamızın əməkdar artisti Ədalət Şükürov buradadır. Alqışlayın. Seni heç kim sevməyəcək mənim tək. Niyə mənim ümidimi üzürsən? Məhəbbətsiz yaşayarmı bir ürək? Sən əsrətə axı necə dözürsən? Bəlkə kimsə sənə şirin söz deyir, bəlkə kimsə yollarını gözləyir. Bəlkə bir gün yorar səni bəlkələr. Səni heç kim sevməyəcək mənim tək.
Mənim tək, mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək, mənim tək, mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək. Sensiz mənə həyat yaman ağırdı. Sensiz mənim ömrüm günüm dağıldı. Amma sevgim bir sehirli nağıldı. Səni heç kim sevməyəcək. Mənim tək. Hər küçədə gözüm səni axtarır. Mən sevgimi, sevgim məni axtarır. Ömrün bəxtinə düşəni axtarır. Səni heç kim sevməyəcək. Mənim tək, mənim tək, mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək, mənim tək, mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək. Kimsə verməz gülüm mənim yerimi. Söylə indi ayrılığın yerini. Eşit daha mənim böyük sirrimi. Səni heç kim sevməyəcək. Mənim tək. Eşit daha mənim böyük sirrimi. Səni heç kim sevməyəcək. Mənim tək, mənim tək, mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək, mənim tək, mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək. Səni heç kim sevməyəcək. Mənim tək. Beləliklə, biz sizlərlə gəlib artıq final mərhələsinə çatdıq. Finalda 2 oyunçumuz var və hər iki finalçımıza uğur arzuluyuruq. Beləliklə, final! Beləliklə, hörmətli intellektuallarımız, mənə gəlir kifayət qədər maraqlı oyun getdi. Biz artıq sizlərlə finala gəlib çıxmışıq. Finalda isə 2 nəfər oyunçumuz var. İsmail Muradov və Nailə xanım Hüseynova. Hər ikinizə uğurlar arzuluyuruq. Şərtlərimiz əvvəldə olduğu kimi qalır. Finalın da şərti belədir. Sualı səsləndirirəm, vaxt getdi deyirəm. Zil səsi eşidirsiniz. Zil səsi qutarandan sonra qarşınızdakı düyməni basırsınız və düzgün cavabı verirsiniz. Diqqət! Finalın sualı. Bu şəxs Azərbaycanın aktyoru və rejissorudur. Fətəli Xan Qanun naminə kimi filmlərdə çəkilib. Hüseyin Cavidin İblis əsərində Arif obrazının ilk ifaçılarından olub. O həmçinin Arşın Malalan 1-ci variant. Mahnı belə yaranır, onu bağışlamaq olarmı kimi filmlərin rejissorudur. Astrovskinin Günahsız müqəssirlər, Furmanovun Çapayev əsərlərini Azərbaycan dilinə tərcümə etmiş bu şəxs kimdir? Vaxt getdi. Beləliklə, Nailə xanım Hüseynova deyəsən düzgün cavab bilir. Görək Nailə xanım həmin böyük aktyorumuzu tanıyırmı? Oktay Kazımov. Oktay Kazımov. Bəli. Belə bir variant səsləndirdi Oktay Kazımov. Və İsmail, sənin başqa variantın var? Rıza Təhmasib. Rıza Təhmasib deyirsiniz. İsmail, Rıza Təhmasib deyir. Arşın Malalan 1-ci variant filminin.
Mahnı belə yaranır filmini. Onu bağışlamaq olarmı? Filminin rejissorudur. Günahsız müqəssirlər çox böyük dahiyan əsər, Dostoyevskinin əsəri. Və Furmanovun Çapayev əsərlərini Azərbaycan dilinə tərcümə etmiş və vaxtilə Hüseyin Cavidin İblis əsərində ilk Arif obrazını oynamış böyük Azərbaycan aktyoru və rejissoru məhz onu bağışlamaq olarmı? Filminin senari müəllifi Məmməd Hüseyn Təhmasibdir. Filmin rejissoru isə onun qardaşı Rıza Təhmasibdir. Və İsmail Muradov. İsmail Muradovu dəvət edirik. İsmail Muradov, təbrik edirəm. Sənə uğurlar arzulayıram. Və mənə elə gəlir ki, Nailə xanımın özünün də, bütün oyuncularımızın da, redaksiya heyətinin də ürəyincədir. Hər ikiniz finalda olmağınız ürəyimizcədir və hər ikinizin qalib olması sizin hər ikinizin halal haqqı idi və parlaq oyuncun çox sağ ol deyirik, fəxr edirik, belə intellektualımız var bu. Mən Azərbaycanlıyam intellektual oyununun qalibi. Fəxri Fərman artıq sənindir. Alqışlar İsmaila. Və bu gözəl kompüter artıq sənindir. Ən əsası sən Mən Azərbaycanlıyam intellektual oyununun tarixinə, səlnaməsinə parlaq bir səhifə yazdın. Digər dostların kimi, digər iştirakçılar kimi təbrik edirəm ürəkdən və daha böyük uğurlar arzulayıram. Buradan da oxuduğum məktəbə, bütün kəndə, bütün rayona salam göndərir və təbii indi oxuduğun universitetə. Yəqin ürək sözlərin var, əgər ürək sözlərin varsa, buyur. Mən əvvəla burada bütün iştirak edənə salamlayıram və çox böyük təşəkkür edirəm burada bütün oturanlara və bu verilişin dəstəkçiləri olan Gənclər və İdman Nazirinə böyük minnətdarlığımı bildirirəm ki, gənclərə belə bir şərait yaradıblar və gənclərin fəaliyyəti üçün hər bir əllərindən gələn hər bir fəaliyyət görürlər və beləliklə də bütün mənim kimi burada iştirak edən 10 nəfər var. Onlar hamısı qalibdir və sonunda demək istəyirəm ki, hər bir şəxs Azərbaycanı fəxr etməlidir ki, mən Azərbaycanlıyam. Alqışlar, biz də sizlərlə fəxr edirik ki, mən Azərbaycanlıyam deyəndə məhz sizin kimi gəncləri nəzərdə tutub, bizim belə gözəl gəncliyimiz olduğuna görə biz elə fəxrlə deyək ki, mən Azərbaycanlıyam. Və İsmail alqışlarla yola salırıq qalibimizi. Alqışlar, uğurlar və hər birinizə həmişə qalib olmağı arzulayıram. Azərbaycan gənci həmişə qalib olmalıdır. Qalib olmaq həmişə dediyimiz ki, bizim ən adi norma olmalıdır. Necə siz hər biriniz ola bilərsiniz. Hər birinizin daxilində bu potensial var. Eşq olsun Azərbaycan gəncliyinə, var olsun Azərbaycan gəncliyi.